Yazırıq belə. Deməli, sual cavab eləyirik. Sual cavab. Siklodur. Üstünə H2 gəlirim. Nə alınır? Alkan. Bu reaksiya getmir. Getmir. Hə. Bu siklo ki var. Siklo ta hidrogenləşə bilmir. Yadında saxla. Sonra 5 bucaqdır. Üstünə gəlirəm H2. Ama burada gedirdi ha. Bəli, bu 6 gedir. karbonlu da gedirdi. Bəli, bu Ha 5 gedir. karbonlu gedirdi, 6 karbonlu hidrojenler 6 getmir. karbonlu Tabii ki. getmir. Hə, ya da düşdü CH2, Ha, CH2. Xlorla olan reaksiyalar yadıma düşdü ki 5 karbonlu da birləşdirirdi, amma 6 karbonlu da əvəz etmək olurdu. Yox, 5-də də 6-da əvəz etmədi xlorda. Bax, Elə, 5-də. onda Hə. H xlorla heç biri birləşdirir. getmir. Bax, Elə, hə. bu hidrogenlə getmir. Amma bu gedir. Hidrogenlə gedir. Xlorla bu da əvəz olunmadı. İkisi də əvəz olunmadı. Əvəz etmədi ikisi də. İkisi də əvəz etmədi. H xlorla heç biri getmir. Bu da getmir H xlorla. Bu da getmir. İkisi də H xlorla getmir. Tamam. Onda elə alkanlardakı kimi də bunlar da H xlorla getmir. H xlorla bunlar bu iki nümayəndəsi getmir. Qalanları gedir. Məsələn, siklopropan gedir, siklobutan H xlorla gedir. Amma bu 5-6 karbonlu ki var. Sikloheksandan siklopentan getmir. Bəli, onlar getmədi H xlorla. Deməli, sikloheksan hidrogenləşmədi. Siklopentan hidrogenləşir. Sonra xlorla əvəz olunma reaksiyasına daxil olur. Yəni 6 karbonlu. Bir də 5 karbonlu da əvəz olunma reaksiyasına daxil olur. Təşkilat rabitənin uzunluğunu deyin. Təşkilat rabitənin uzunluğu 0,154 nanometrə bərabərdir. 2 qat rabitənin uzunluğunu deyin. Uzunluqlar yadımda qalmadı. 0,134 nanometr yadında qalsın. 3 qat Onu rabitə. yadımda saxlamışam ki, nədir? O tək qatda daha uzundur. Nədir? Qatlar artdıqca uzunluq azalır. Uzunluq azalır. Ay sağ ol. Bax elə də olar. Yazırıq belə. CH3, CH2, COOH. Üstə gələk xlor 2. Nə anlar? Deməli CH3, CH xlor, COOH. Bir də H. Bir də nə alınır? H xlor alınır. Yaxşı, belə bir turşu verib, sonra belə bir turşu verib. Hansı daha qüvvətli turşudur? Birinci yazdığımız. Bəli, karboksilə yaxın olan. Yaxşı, bəs belə desək ki, bir belə turşu verib, xlorlu turşu, bir florlu turşu verib, məsələn, flor olan. Bir də ki, tutaq ki, bromlu turşu veribdir, bromlu. Hansı daha qüvvətli turşudur? Florlu olan daha qüvvətli. Ən qüvvətli budur. Bu ən qüvvətlidir. Sonra bu. Aha. Deməli, bunları qüvvətliyinə görə düzsək, flor olan böyükdür xlor olandan, xlor olan da böyükdür brom olandan. Amin turşunun formulunu deyirsən. CnH2+1 NH2. Belə aminin formulunu dedin axı. Amin turşunun formulu. Amin turşu, bir dəqiqə mən CnH2+1 NO2. NO2 niyə? Ümumi birləşdirəndə elə mənimcə. Yəni ümumi formula. NO2. İndi gör nə deyirəm. Yəni belə açıq olanda NH2, CnH2, bir də COOH. İndi gör nə deyirəm. Turşunun formulunu bilirik də, eləmi? CnH2NO2. Bu turşunun formuludur. Eləmi? İndi bu turşunun formulunda hidrogenin birin çıxıb yerinə NH2 birləşdirsəm olur amin turşu. Onsuz da bu turşuydu. Eləmi? Bir hidrogeni çıxıram, yerinə nə birləşdirirəm? NH2 birləşdirirəm, bu olur bizdə nə? Amin turşunun formulu. İndi amin turşunun molyar kütləsini tapaq.
Bildim mən elə bunu deyirəm də. Birləşdirəndə bu H2 var ya, NH2-nin yanındakı. Bura gedir elə o mən dediyim formula alınır. Ümumi. Bu NO2 biraz elə bil ki, bu nitro birləşmək kimi olur. Amma belə formulun deyəndə bir turşunu yazırsan, bir Hə, hə hidrogen çıx. bilirəm. Ümumi karbon sayını falan, sonra kütləsini hesablamağa görə həmişə bundan gedirəm. Elə rahat olur ona görə dedim. Bununla gedirsən, belə yazmaqla. Yox, ya bilirəm, yazılış bəlkə də düzgün deyil, amma kütlə məsələn hər hansısa bir amil turşunun kütləsi veriləndə, karbon sayını soruşanda bu şeylə gedirəm, alınır bu formula. Yuxarıdakı ilə, hə. Bu da daha Hə, asan aynen. üsuldur. Onu da götürmək olarsa olar. Deməli, gəl baxaq, kütlə nə olur? 14-in minus 14 1 pilu, plus hə, minus 32 32, üstə gələk, da bu gəlir 14, 2. bu da 16. Neçə eləyir bunların cəmi? Deməli, olur 14-in plus 47. Yaxşı, bunu yazmışıq belə. Lakmusun rənginə necə təsir edir? Bu təsir etmir. Hə, bu elə lakmus özü bənövşəydir, bənövşəkdə qalır. Yaxşı, bəs burada bunu silib yerinə NH2 qrupu yazsam, lakmus hansı rəngə boyanır? Hə, göy rəngə, çünki əsaslıq xassəsi Bəli. artır. Yaxşı, bunu silib karboksil qrupu birləşdirsəm, COH qrupu. Onda qırmızı rəngə, çünki turşuluq xassəsi Turşuluq artır. amin turşular, deyək ki, spirtlərlə mürəkkəb efir verir, yoxsa vermir? Amin turşular spirtlərlə Bəli, bir mürəkkəb efir dəqiqə əmələ gətirir. verir. Hə, gətirir. Bəli, əmələ gətirir. Amin. Bu amin turşudur. Hansı amin turşudur bu? Bu glisin. Hə, üstünə gəlinəm, tutaq ki, C2H5OH. Bunun OH-ı, bunun H-ı. Mürəkkəb efir verir. CH2, NH2, COO, C2H5. Zülallarda peptid rabitəsini nə ilə təyin edirlər? Hidrogen belə peptid rabitəsini, sonra benzol həlqəsini nə ilə təyin edirlər? Onda başdan saya gəlim də. Hə, Deməli, demə. kuprum OH2 ilə natrium OH, yox, Bəlkə dəqiqə kuprum SO4? Kuprum SO4 ilə natrium OH, bundan peptid rabitəni təyin edirik. Qara bir dəqiqə, yox, bənövşəyi Qırmızı. rəngli, Qırmızı qırmızı bənövşə. bənövşəyi. Qırmızı bənövşəyi rəngli çöküntü əmələ gəlir. Aha. Sonra benzol həlqəsini HNO3 ilə təyin edirik. Buradan da sarı rəngli çöküntü əmələ Sarı. gəlir. Sonra Sonra zülalda kükürdün olmasında deməli qurğuşun 2 asetat, bir də natrium OH ilə təyin edirik. Burada da qara rəngli çöküntü yaranır. bəli, buradan qurğuşun 2 asetat qələvdə məhlul ilə təyin edib. Buradan qara rəngli çöküntü alınır. Yazıram belə CH3, OH, CO alınır X. Sonra üstünə gəlirəm xlor 2 alınır Y. Sonra bunun üstünə NH3 gəlirəm, alınır Z. Bu maddələrin hansı lakmusu qızardır? Deməli, birinci X qızardır, çünki CH3, COOH sirkə turşusu əmələ gəlir. Sonra üstünə xlor 2 gələndə burada da yenə turşuluq xassəsi olduğuna görə Y də qızardır. Burada da CH2 xlor COOH olur. Bunun da üzərinə NH3 gələndə amma bu təsir etmir. Bu amin turşuya çevrilir. Bəli, bu amin turşu. Deməli, bu qızartdı. Bu qızartdı, bu təsir etmədi. Ha, o təsir etmir. Akril turşusu necə yazılır? Akril turşusu CH2, CH, COOH. Meta-akril yazsam? Hidrogenli silib aşağı CH3 yazırıq, CH-daki. Bu oldu metakril. Bunun üstünə metil spirti gəlsəm? Metil spirti gələndə metil metakrilat alınır. Bunun da polimerləşməsindən üzvü şüşə alınır. Bunun da polimerləşməsinin üzvü şüşə. Yaxşı, indi bunu polimerləşdirim. Buradakı o karbonlar neçəlidir, onlara baxaq. Deməli, bir dənə Bax, bu birinci neçəlidir? birliləri deyim. Bu neçəlidir bu? Bu birlidir. Yox, Bir o birli deyil. birlidir. Birli deyil. O ikilidir. Yox, ikilidir, hə. Bu ikilidir. Çünki buradan Çünki buna kənardan birləşib, biri də sonra nəyəsə birləşər. də birləşəcək. Sonra
Bu, Ha, o ikilidir. bu. Bu birlidir. Bu birlidir. Bir de yukarıdaki o SOOCH3'teki CH3 birlidir. Sonra Yo, bu heç nəlidir. Heç nəlidir. İndi Yox, bax hə, bir. hə, bir dəqiqə mən. Hə, o oksigenlə birləşir, o heç nə sayılmır. Sonra bu deməli bir dənə karbonla birləşir, ona görə bu birlidir. Bu Hı -hı. COOH-dakı O karbon birlidir. neçəlidir? Bu ortadakı bu da dörtlüdür. O da dörtlüdür. Aha. Məsələn, belə düşünün, metil metakrilatda neçə birli var, neçə ikili var, gərək onları dəqiq biləsən. Bundan da üzvü şüşə istehsalında diş protezlərinin hazırlanmasına istifadə olunur. Glikoza C6H12O6 qızqırmaların üçündədir. Deməli, birinci qıcqırmasından 2 mol spirt, C2H5OH, bir də 2 mol CO2 alınır. Sonra ikinci qıcqırması deməli yağ turşusuna qıcqırmadır. Burada da C3H7COOH üstə gəlinsin, H2, bir də CO2. Karbon qazı. CO2. Hı -hı. Sonra bir də süd turşusuna qıcqırması var. Orada da CH3, CHOH, COOH. 2 mol süd CH3. turşusu. İndi süd turşusunda asimetrik karbon atomu var. Süd turşusunda, bəli. Bu asimetrikdir. Yaxşı, bu ikinci ortada karbonda karbon oksidaşma dərəcəsi neçədir? deməli -2, müsbətə 0. Bəli, burada sıfırdır. Həm asimetrik var, həm sıfırdır. Neçə dənə sp3 hibrid var süd turşusunda? Neçə dənə sp3 var? 2 dənə karbon, yox, 2 dənə karbon sp3 vəziyyətləndə, bir dənə də o oksigen, OH-dakı oksigen. Hə, yox, mən indi karbonu soruşuram ki, karbonun Hə, deyirəm. karbon 2 dənədir. 8 dənə dənə karbonun 8 dənə Hə, sp3 hibridi var. Buradakı karbon mən hansı hibrid karbonu halındadır? O sp2-dir, o da 3 olacaq. Bəli, burada da 3 dənə sp2 hibrid halında karbon var. Deməli, süd turşusunda 2 karbon sp3-dür, bir də nədir? sp2 hibrid halındadır. Yaxşı, yazırıq belə natrium 2 karbon O3. Adı nədir bunun? Natrium karbonat. Susuz. Hə, Soda. soda. Natrium Hə, H elə karbon O3-ün adındır. Bu şey Çay. yox. Çay Çay sodası. Sodası. Aha. Sonra natrium 2 karbon O3 vuraq 10 mol su. Bunun adını deyirsən? Bu kristallik soda. Bəli, kristallik soda. Hətta natrium OH da buna kaustik soda deyilir. Kaustik soda adlanır. Yaxşı, kalsium SO4 vuraq 2 mol su. Adı nədir bunun? Təbii gips. Bəli, təbii gips. Sonra kalsium SO4 2 dəfə vuraq su. Adı nədir? Alebastır. Bəli, alebastır. Sonra gəldik nəyə? Kalsium SO4-ün adı nədir bəs? Bu da ölü və yaxud da susuz gips. Gümüş xlorid, gümüş bromid, gümüş yodid, gümüş 3 PO4, magnezyum flor 2, kalsiyum flor 2 rənglərində əzizən. Argentium xlor ağ rəngdədir. Gümüş brom sarımtıl rəngdədir. Gümüş yodid sarı rəngdədir. Argentium 3PO4 ağ rəngdədir. Sarı. Yox, sarı rəngdədir. Magnezyum flor 2 də sarı rəngdədir. Kalsiyum flor 2 də ağ rəng. Bu da ağ rənglidir. Bəli. Ağdır. Yaxşı. Mis OH-ın rəngindir. Göy rəngdə. Mavidir, bəli, mavi. Dəmir OH 2 dəfənin rəngi. Bu qonur. Yaşıl. Yaşılımtıl. Yaşıl. Qonurlaşan yaşıl. İçində bir yaşıl oldu, qonurlaşan yaşıl. Dəmir OH 3 dəfə. Bu qonurdur. Bu qonurdur. Yaxşı, bəs zinc OH 2 dəfə? Ağ. Bu ağdır. Bəs biri də var idi, həlməşi yağ. O hansı idi? Həlməşi yağ. Alüminium OH 3 dəfə. Bu da
Həlməşik ağdır bu da. Bax, belə gedir adı. Həlməşik ağ rəngdir. Sonra deyirsən mənə adi pəncərə şüşəsi. Adi pəncərə. Deməli, natrium 2 O, kalsiyum O, bir də silisium O2. Aha. Kimyəvi şüşə. Kimyəvi və yaxud da çətin əriyən. Kimya və yaxud da çətin əriyən şüşə də deyilir. Burada kalsiyum O, kalium 2O, bir də silisium O2. Aha, altımoz silisium O2. Yaxşı, gəldik nəyə? Sonra billur şüşə. Billur şüşədə qurğuşun oksid, kalium 2O, bir də 6 mol NaSO2. Aha. Yaxşı, burada adi pəncərədə bir natrium 2 karbonoid götürüblər. Bir də kalsium karbonoid. Bunların işi nədir? Funksiyası nədir? Bu ərimə temperaturunu aşağı salmaq üçündür. Bu da şüşəyə möhkəmlik verir. Möhkəmlik. Bu da şüşə əmələ gətirəndir. Şüşə əmələ gətirən. Deməli, bu ərimə temperaturunu aşağı salır. Şüşələr ərimə ilə alınır. 1500 Selsi verirlər adi pəncərə şüşəsində. Bu möhkəmlik verir şüşəyə. Bu da şüşə əmələ gətirəndir. Kobalt oksid. Hansı rəng verir şüşəyə? Mis oksid, xrom 2O3. Hansı rəngləri verir? O göy rəngi verir. O göy rəng verir. O Mis göy oksid yaşıl. Göy Göy yaşıl. yaşıl. Aha. Xrom 2O3 Bu da yaşıl. təkcə Yaşıl. yaşıl rəngi. Donor akseptor rabitəli maddələridir. Donor. CO, NH4+, bir də H3O+. Aha. Bir də məsələn, tutaq ki, amillərin əmələ gətirdiyi duzlar da ola bilər də H-xlorla. Aminlərin əmələ gətirdiyi duzlar da ola bilər. Sonra amonyakın H-xlorla və yaxud başqa turşularla əmələ gətirdiyi Bəli. duzlar da ola bilər. Ola bilər. Deməli, bu duzlarda Orada əsas odur ki, onun birləşmə əmələ gətirəndə hidrogenin elektronu olmur, digər rabitəyə sərf edir. Donor Bəli. kimi azot onu Doğru. elektronunu verir, rabitə əmələ gətirir. İndi denən görüm NH3-də azotun valenti oksidləşmə dərəcəsi. Oksidləşmə dərəcəsi -3-dür, valentliyi də 5. Yox, valenti də 3-dür. Valentliyi də 3-dür. NH4-də valent oksidləşmə dərəcəsi. NH4-də oksidləşmə dərəcəsi -3-dür, valentlik 4. Valentlik 4-dür. Nitratda valent oksidləşmə dərəcəsi. Oksidləşmə dərəcəsi müsbət 5-dir, valentlik də 5-dir. Yox, valent 5 olmur azotda. Hayda, qarışdırdım. Azotun Flor oksigenli azotdur. Burada bunların valentləri ilə maksimum oksidləşmə dərəcələri üst-üstə düşmürdür. xlorlu əhəngin alınma reaksiyasındır. Xlorlu əhəng. Deməli, kalsium OH 2 dəfə, üstəgələk xlor 2, temperatursuz adi şərətdə alınır. Kalsium xlor 2, kalsium O xlor 2 dəfə, bir də H2O. Aha. İndi bu hansı turşunun duzudur? O deməli hipoxloritin. Doğrudur. Sonra indi Javel suyundur. Javel suyuda deməli kalium OH üstəgələk xlor 2 temperatursuz alınır kalium xlor O, bir də H2O. Aha. Sonra xlorlu suyun alınma reaksiyasındır. Xlor 2 üstəgələk H2O-dan alınır H xlor O. H xlor O. Aha. Yaxşı. Xlor 2-nin temperaturundan getsə nə alınır? Temperaturundan deməli H xlor alınır, bir də O. H xlor O 3 alınır. Kalium OH xlorla getsə temperaturundan nə verir? Kalium xlor O3 H2O. Aha. Bunların əmsallarını da de. Bu de bura axırıncı reaksiya. Deməli, burada əmsal yazsaq, kalium OH-ın qarşısına 6, Bura 5. kalium xlorun qarşısına 5, xlor 2-nin qarşısına 3, H2O-nun da qarşısına 3. Aha, burada 3 yazsın. Yəni tez yadımızda qalması üçün də belə yazaq ki, miso üstəgələk NH3. Mis N2 H2O. N2 H2O. Aha. O reislərin qaynaq edilməsi var.
O reaksiyanı deyə bilərsən termit qaynağı. Deməli, alüminium üstəgələk ferrum 3O4 alınır. Alüminium 2O3, bir də dəmir. Alüminium 2O3, bir də dəmir. Bunların əmsallarını da de. Əmsə, alüminiumun qarşısına 4, alüminium 2O3, yox, dəqiqə qarışdırdım mən. Alüminium qarşısına 8, alüminium 2O3-ün qarşısına 4, ferrum 3O4-ün qarşısına 3, ferrumun da qarşısına 3. 9. Aha. Deməli, bu 9 termit qaynağı. Termit qaynağı gedir bu. Gəldik nəyə? NH4. NO3-ün parçalanması. N2O üstəgələk H2O. Aha. NH4 NH4 NO2'nin parçalanması. N2 bir də H2O. Aha. Bu yuxarıdakı var ya, burada azotların oksidaşma dərəcəsini de görüm. Deməli, bu NO3 olanda müsbət 5-dir. Hı -hı. Bu N-də də -3. Aha, gəldik bura. Buradakiləri de. Burada da deməli NO2 olanda müsbət 4-dür. Yo. Azotun özü Dayan. Bu NO2 bilirsən nədir? HNO2-nin qalıqıdır. 2 dəfə 2-nin 4, birin çıxanda müsbət 3. müsbət 3 qarışdırdım. Müsbət 3 olmadı. -3-də bu birisi. Ha, bəs burada azot neçədir? 0. Bəs yuxarıda neçədir? Müsbət 1. Bəli. HNO3-ün parçalanmasındır. NO2 yox, hə NO2 O2 H2O. N2O5-in su ilə reaksiyasındır. Tez de. HNO3. HNO3. N2O3-ün su ilə reaksiyasındır. HNO2. HNO2. NO2-nin su ilə reaksiyasındır. İlıq. Hə, ilıq olanda deməli HNO3, HNO2. Bəli, doğrudur. Sonra yaxşı belə deyək. Dəmir OH 2 dəfə, üstə gələk H2O2. Hansı reaksiya tipidir bu? Oksidaşma reduksiya. Həm də birləşmə reaksiyası. Dəmir 3 hidroksid. Bu iki hidroksidin rəngi nə idi? Yaşılımtı. Bu yaşıl, bu da qonur. Deyirsən bunu. Nədir bu? Yəni. Üstünə 3 mol nitrat gəlirəm. Nə alacağım? Pikrin turşusu. Bəli, pikrin eni 2, 4, 6-da əvəz olunma reaksiyası gedir. Yaxşı, bəs onda trotil var idi. O nədən alınırdı? O da toluolun üstünə 3 mol HNO3 gələndə. 3 mol NO2. Bəli, 3, 2, 4, 6-da nə olur? 2, 4, 6-da əvəz olunma reaksiyası gedir. Trotil adlanır. Yaxşı, bu toluolu götürdüm. Üstünə kalium manqan-O4. Bir də su gəldim. Nə alıram? Buradan benzoy turşusu. Bəli, benzoy turşusu alınır. COH, manqan, kalium OH, bir də manqan O2.